maddeleri gösterin. Birincisi bu getdi, ikincisi bu getdi, üçüncüsünə baxın aldehid, spirt, bir də etanımız. Bunlar hamısı üzvü birləşmədir. Hansı ifadələr alkenlər üçün doğru deyil? Molekulunda sp2 orbitallar var. Doğrudur. Çünki bir dənə 2 qat rabitəmiz var. Həmən 2 qat rabitə olan karbon atomları sp2 birləşmə halındadır. 2 qat rabitəsi olduğu üçün də bromlu suyu rəngsizləşdirirlər. Hidratlaşmadan yalnız birli spirt alınır. Yalnız sözünə diqqət elə. Bir dəfə məsələn etilen reaksiya girir, birli spirt alınır. Ancaq şeydə isə məsələn deyim ki CH2 CH3 propen reaksiya girəndə nə edəcəkdir? İkili spirt alınacaq. Çünki hidroksid atomunun birləşdiyi karbon atomu 2 dənə karbona birləşib, yəni ikili spirt olur. Biz də bunu bilirik ki, birləşəndə hidrogen çox olana bura gələcək, açılanda hidroksid isə az olana gedir. Ona görə də bu maddə alınır ikili spirt. Keçdi 3-cü. 400 qram 10% məhluldan su buxarlandırdıqda 25% məhlul alınmışdır. Alınan məhlulun kütləsini hesablayın. 400 qram 10% məhluldan su buxarlandırdıqda, onsuz buxarlandırdı su olduğu üçün deməli nə olacaq? Buxarlandırdığı. Faizi 0 olduğu üçün bu hissəni yazmırıq. 400 çıx x vurulmuş 25 mi? Alınan məhlulun kütləsini hesablayın. Bizə bu lazımdır. 4000 belə də yaza bilərik. X 6000 beraber 25 x de beraber gelecek 240. 240 bizim çıxdığımız maddədir. Alınan maddəmiz 400 çıx 240'dır. Bu da neçədir deməkdir? 160. Deməli alınan məhlulumuz 160'dır. Cavab B bəndidir. 4-cü sual, hansı maddələrin su ilə qarşılıqlı təsirindən qələvi alınır? Su ilə qarşılıqlı təsirindən qələvi. Bəli, burada əsas alınır, amma qələvi deyil. Kalium H2-dən su ilə qarşılıqlı təsirindən alınır. Və baryumun su ilə qarşılıqlı təsirindən alınacaq. 2, 4 olacaq cavab. Bizdə alınmır soruşur. Ona görə 2, 4 olan çıxıb cavab 1, 3 olacaqdır. 5-ci reaksiya, maddə verilib, maddənin 1 molunda olan rabitələrin mol sayı verilib, kovalent ion rabitələrin sayı. Maddəmiz nədir burada? Kalsium, xlor, O3, 2. Deməli, kovalent rabitə, ion rabitə sayı metalın indeksini valentinə vururduq. İndeksi 1'dir, valentli 2 olduğu için deməli bizim ion rabitələrimiz sayı burada 2'dir. Kovalent rabitələrimizin sayı necə tapırdı? Ümumi rabitə sayından çıxırdı ion rabitə. Ümumi rabitə sayı nədir? Oksigenin indeksinin sayını valentliyinə vururduq. Neçə oksigen var? 6, 2 vur 3, 6. Valentliyi də 2, 12. Deməli 12 ümumi rabitədir. İonu çıxsaq biz ondan 10 qalacaq. Kovalent rabitə sayı qalacaq. Bizə də x, y nisbətini tapdıq. 12'ye böləndə 5 alınır. Cavab C variantı. A üstəgəl B, C reaksiyasının sürəti 5 mol bölmüş litr. A maddəsinin ilkin qatlığı 40 mol bölmüş litrdir. Neçə saniyədən sonra A'nın qatlığı 10 mol bölmüş litr olar. Neyse 5 mol bölmüş A maddəsinin ilkin qatlığı. Bizim sürətimiz verilib 5 bərabər eləyəcək. X saniyəsini yazaq. Deyin və yaxud da 40 çıx 10, 30 eləyir. Burada da X-i tabanda 6 eləyəcək. Cavab 6 saniyədən sonra. Hansı qazların normal şəraitdə sıxılığı müxtəlifdir? Sıxılıq, normal şəraitdə sıxılıq hansılardır və hamısında
Həcm 22.4-dür. Deməli, kütlələri hansında fərqlidirsə, normal şəraitdə sıxlıq da fərqli olacaq. İkisində də 28-dir. 44-dür. Bunda isə deməli 36 üstəgəl 8 44-də eynidir. 28 eynidir. 30 28 deməli bunda fərqlidir. Bunda da eyni olacaq. 30. 8-ci sual karbohidrogen alqan molekulunda proton rabitələrin sayı kimyəvi rabitələrin əmələ gəlməsini iştirak edən hibrid orbitalların protonların sayı. Alkanımızın formulu nədir? CnH2n plus 2-dir. Kimyəvi rabitələrin əmələ gəlməsində iştirak edən hibrid orbitalların sayı. Burada molekuldakı protonların sayı. Proton sayını tapaq. Karbonda 6n olacaqdır. Protonların sayısı. Bu da 8n plus 2 cəmi. 8n plus 2'miz 18'e bərabərdir. 8n plus 2. Burada da 8n'imiz bərabər 16'ya. N'imiz də bərabər 2 olacaq. Deməli, bizim maddəmiz hansı? Alkanda C2H6. C2H6. Kimyəvi rabitələrin əmələ gəlməsini iştirak edənlərdə 2 olduğu üçün 2 vur 4, 8 eləyəcəkdir. Cavab da D variantı. 9-cu sual. Azot 2 oksidin əmələ gəlmə istiliyi 90 kilojoldur. 11.2 litr azotun azot 2 oksidə qədər oksidləşməsi zamanı udulan istiliyi hesablayın. Azot 2 oksidin əmələ gəlmə istiliyi. Yazaq tənliyə. N2 üstəgələk O2 2NO. Əmələ gəlmə istiliyi nədir? 1 mol maddənin əmələ gəlməsidir. Burada 2 mol maddəmizdir. İstilik effektini tapmaq üçün 90'a vuracaq. Alınacaq necə? 180 kilojol. 180 kilojol. İndi bizdən deyir ki, 11.2 litr azotun azot 2 oksidə qədər oksidləşməsi zamanı udulan istiliyi hesablayın. 11.2'ni. Normalda 22.4'də 180'dir. 22.4'də 180'dirsə, 22.4'də 180'dirsə, 11.2'ye də yarısı qədər olacaq. X də olacaq. Deməli 90 kilojol. Cavab Y bəndə olacaq. 10. 0.3 mol karbonu tam yandırdıqda alınan miqdarda karbondioksid almaq üçün neçə litr metan yandırmaq lazım? Gəl iki reaksiyonu da yazaq. Karbon tam yandırıq. C plus O2, CO2. 0.3 mol karbon tam yandırdıqda deyil. 1 mol tam yandırdıqda 1 mol yandırdıqda 1 molsa 0.3 mola da 0.3 moldur. 0.3 mol deyir. Neçə litr metan yandırdıqda O2, CO2 üstəgələk su olacaq. Su. Burada da olacaq 2 mol oksigen. 2 mol oksigen. 2 mol su. 2 mol su. Neçə litr metan oxumuşam. Neçə litr metandır. Normalda 22.4'də yananda 1 mol alınırsa, neçə 0.3 mola X-dir. O da olacaq 6,67. Cavab olacaq C variantı. Hansı oksidlər su ilə reaksiyaya daxil olur? Deməli, kalsium oksid su ilə daxil olur. Əsası oksiddir. Turşu oksid daxil olur. Bizə su ilə daxil olunursa əmələ gətirməyəndir. Ona görə daxil olur 1-2. Cavab D variantı. 12-ci sual. 28 qram dəmirin xlorür turşusunda həll olunmasından alınan duzun formulu və miqdarını müəyyən edin. Dəmirin xlorür turşusu ilə reaksiyası. Dəmir üstəgələk hidrogen xlor. Xlorür turşusundan olanda 2 valentli duz əmələ gəlir. Üstəgələk H2 mol. 28 qram dəmir verilir. Xlorür turşusunda həll olmasına alınan duzun formulu perium xlor 2'dir. Və nədir? Mol miqdarını. 1 mol normalda əmələ gəlir. Bu 56 qramda 1 mol əmələ gəlir. 28'də isə 0.5 mol əmələ gələcək. Cavab olacaq perium xlor 2 0.5 mol A variantı. Keçdik
13-cü suala deyir ki, X3 müsbət iyondakı elektronların sayı xlor atomunda olan neytronların sayından. Xlorda neçə neytron olur? 20. 20'dən deyir ki, 20'dən sayının 3 vahid çoxdur. 3 vahid çoxdursa, yəni 23 elektronlarını sayı getirdik. 23'dür deməli. 23 isə bizə nə deyir? X elementin elektron formunu müəyyən edin. Onda deməli bu da olacaq. Sıra nömrəsi neçə? 26. 26-dırsa olacaq 4s2 3d6. Aslındadır C variantı. 3d6 4s2. Keçdik 14-cü suala. Elektrik cəryanı keçirir. Natrium xlor ərintisi, natrium bəli keçirir, iyonları ayrılır. Natrium xloridin suda məhlulu, bəli iyonları ayrılır. Natrium xlorid bərk halda yox, çünki iyonları ayrılmır. Elektrik cəryanı keçirmək nədir? İyonları ayrılır. İyonları ayrılırsa elektrik cəryanını keçir. Yəni kristal qəfəsinin yönlərində hərəkət edir, elektrik cəryanı keçir. Hansı reaksiya getmir? Reaksiyalar nə vaxt getmirdi? Axıra qədər getməsi də çöküntünün alınması və yaxud da az dissosiasiya eləyən maddə və yaxud da hidrogen alınanda axıra qədər gedir. Birincisində çöküntü alınır, gedəcək. İkincisində ikincisi də gedir NH4 xlor H2SO4. Üçüncüsü də mis2S əmələ gəlir. Bir də NH4 xlor əmələ gələcəkdir. D variantı da gedəcəkdir. H2SO3 plus NH4NO3 əmələ gələcək. Y variantında isə aktivli turşuların aktivlik sırasında karbonat turşu ən zəifidir. Bu, duzundan silika turşunu sıxışdırıb çıxarda bilmir. Yəni bu formada reaksiya getmir. 16-cısı anion katyonlar. Hidroortofosfat verilib. Bu iyonların əmələ gətirdiyi duzlar. Natrium 2HPO4 hidrodur yenə də. Amma valentli 2 valentli olduğu üçün natrium 2 ilə olacaq. Kalsiyum HPO4, alüminium PO4 bu şəkildə olacaq. Cavab alınacaq onda HPO4 nə deyirsə, HPO4 3, alüminium 2, alüminium 2, HPO4. Burada kalsiyum, natrium H gəlir. Cavab yəqin C variantı. Burada C variantı demək. B variantı. Burada alüminium 2, bura 3 olmalıdır. 17-ci sual 0,1 mol benzol və 0,1 mol tam yanmasından 22,4'də yeni hesablayın. Benzol C6H6 üstəgələk O2 əmələ gəlir. Bütün üzvü maddələr yananda karbohidrogenlərdə əmələ gələcək CO2 üstəgələk su. Gəlin sağ sol tərəfini bərabərləşdirək. Buraya yazsaq 6. Buraya yazsaq 3 mol. 6'ın 2 12, 3 mol da buradan 15 mol. Biz bunu belə də eləyə bilərik. Bizə lazımdır tam yanmasına. Gəlin belə eləyək, görək 9, 4, 10, 5 moldan görək nə olur. Tam yanmasından CnH2'nin CnH2n üstəgələk O2, bu 3n bölü 2. CO2 n mol üstəgələk n mol su. Deyir ki, indi bizə 0,1 mol benzol tam yananda. 1 mol benzol tam yananda 6 vur 22,4'dür. Deməli 0,1 molda 6 vur 2 tam üstü 24 alınacaq. 0,1 və 0,1 mol alkeni yanmasının 1 moldan 22,4 n alınır. 0,1 moldan da 2 tam yüzde 24 n alınacaqdır. 2 tam yüzde 24 n üstəgələk burada da olunacaq nə? 6'ın 4'ü 24, 6'ın 2'ye 12, 14, 6'ın 2'ye 12, 13. 13, 44. 13, 44 bərabərdir 22, onda 4'ə.
2 tam 24 enimiz bərabərdir bunu çıxanda. 22 onda 4 13 44 6 deməli bizdə 13-dən 4 9 11-dən də 3 çıxanda neçə eləyəcək? 8 deməli cavabımız 896-dır. Burada da enimiz eləyəcək 0 tam yox 896-dırsa deməli 4. Yeni hesablayın enimiz 4'dür. 18'de soruşulur ki reaksiyaya daxil olan nitrat turşu neçə faiz reduksiya olunmuşdur? Belə reduksiya olunan bizdə azotdur. Azotun 2 molu olunubsa, deməli neçə faizdir? 8'də 2, 4'də 1 deməkdir. 4'də 1. Bu da olacaq deməli 25 faizdir 100'ə vuranda. Deməli 25 faiz reduksiya olunmuşdur. 4 mol HNO3-ün tam termiki parçalanmasına neçə litr oksigen əmələ gəlirlər? HNO3 parçalanar NO2 üstə gələk su üstə gələk O2 alsaq burada 4 4 2 1 olar mı belə 2 2 4 8 12 bərabərdir. Deyir ki 4 mol tam termiki parçalanması neçə litr oksigen əmələ gəlir? Neçə 4'dən 22 onda 4 litr oksigen əmələ gəlir. 20-ci sualımız 1 mol maddənin artıq miqdarda natrium OH məhlulu reaksiyasından alınan hidrogenin həcmi. Gəlin bu reaksiyaları ayrı-ayrılıqda yazaq. Reaksiyalarımız da budur. İndi 1 mol maddənin artıq miqdarı natrium OH ilə reaksiyası. 1 mol və biz alınan hidrogenin həcmi. 2 molda 3-dürsə burada 1/5'dir. Bu da 67. 6'dan 70. Yox, 33/6 eləyəcək. 33/6. 1 moldsa deməli 1 molda elə 44/8. Yenə 1 hidrogen həcmi burada xlor tezdən yazaraq. Sinkin hidrogen 1 moldan elə 1 mol 22/4 alınır. Kükürdün burada da hidrogen yoxdursa deməli birinciyə A var. Burada 1'ə A getdi. 44/8 2'yə getdi elə. B variantı. 22/4'də sinklə olana, yəni D variantı getmir.